Həmişə ağsaqqallara və ağbirçələrə hörmətlə yanaşmışam. Həmişə onlar mənim başım tacı olublar. Allah cəmi yaxşı ağsaqqallara, ağbirçələrə hifz eləsin. Amma son neçə il ərzində açıram bu sosial şəbəkəni, məxsusən TikToku, görəm yaşlı başlı bir qadındır. Ağzını açıb sökü bir qəpikdən. Sənin nəvə nəticə ondan vaxtındır. Biz görmüşük ki, nənə Quran oxuyar, biz görmüşük ki, nənə namaz qılar, biz görmüşük ki, nənə ibadət eləyər. Söymənə də sosial şəbəkədə. Mən cavan. Sən yaşlıdan fərq eləmir. İstə kişi olsun, istə qadın olsun. Nə ibrət götürüm, nə ibrət alım mən sizdən. Siz ki, bu cürlə sosial şəbəkə açırsınız, onu təhqir eləyirsiniz, onu söyürsünüz, bunu alçaldırırsınız. Nə ibrət götürüm mən sizdən? Vallahi deyirəm, nə yaşınıza yaraşır, nə də başınıza yaraşır. Ümumiyyətlə, TikTok baxmaq olar, belə maraqlı videolar qabağınıza çıxsın, baxın. Amma TikTok istifadə eləmək, kimsə alçaltmaq, kimsə söymək nəyə lazımdır? Vallahi deyirəm, ayıbdır. Allah'ın olsun. Ən böyük günahı siz qazanırsınız. O pislik eləyiblər, qoy o pislik olaraq qalsın. Sizə nə gəlib?